nəzərən sürəti 1 metr böl saniyə olan idmançı çayın bir sahilindəki A nöqtəsindən hərəkətə başlayır. Axın sürətində 0,8 veriblər, müddət 50 saniyədir. Aha, idmançı bərabər sürətlə hərəkət edir, çayın enini bizdən soruşur. Deməli, fikir versək, əgər çay axmasaydı, onda idmançı buradan daxil olduğu üçün elə gedib B nöqtəsində də çıxardı. AB məsafəsini tapacaq olsaq, bərabər sürətlə hərəkət edir. Sürəti 1-dir, zaman da 50, olacaq 50 metr. Aha. Bir məqama diqqət yetirək ki, bu üzgüçü çayın sürətini bura köçürdükdə, bax, həmin bu nöqtədən çıxmış olur. Deməli, üzgüçünün sürətinin x oxuna proyeksiyası elə çayın sürətinə bərabərdir. Yəni, Vx elə 0,8-ə bərabərdir. Onda belə çıxır ki, Vy da 0,6-dır. Aha, özünün sürətini 1 metr böl saniyə veriblər axı. Onda əgər Vx 0,8-dirsə, Vy da qalır 0,6. Belə. Ondan sonra biz həmin bu AC məsafəsini tapmaq üçün, yəni çayın enini tapmaq üçün D bərabər olacaq sürətin Y oxuna proyeksiyası vurulsun zaman. Bu da bizə verəcək 30. Bura demək ki 30 metr imiş.